Vurulan hədəflər, mümkün sanksiyalar və qarşılıqlı təhdidlər. Hazırda ABŞ və İran münasibətləri ən kritik nöqtələrdən birindədir. Hər iki tərəf öz gücünü nümayiş etdirsə də, nəzərlər fevralın 26-sında keçiriləcək danışıqlara dikilib. Bəs qarşılıqlı ittihamlar fonunda real çıxış yolu varmı? Baş verənlərin geniş mənzərəsinə birlikdə baxaq. Onlarla danışıqlar aparırıq, müqavilə bağlamaq istəyirlər, lakin biz onlardan bizim heç vaxt nüvə silahımız olmayacaq sözlərini eşitməmişik. Mənim seçimim bu problemi diplomatik yolla həll etməkdir. Amma bir şeyi dəqiq bilirəm, şübhəsiz ki, dünyada terrorizmin əsas sponsoru olan birinə heç vaxt nüvə silahına sahib olmağına icazə verməyəcəm. Buna yol vermək olmaz. Birləşmiş Ştatlar prezidenti Donald Trump konqresdəki çıxışında İranın Avropanı və xaricdəki ABŞ bazalarını təhdid edə biləcək raketlər hazırladığını deyib. Ağ Ev rəhbəri həmçinin iddia edib ki, Tehran tezliklə ABŞ-yə çatacaq raketlər yaratmaq üzərində işləyir. İran tərəfi isə bu iddianı yalan adlandırıb. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib ki, yalanı tez-tez təkrar edəndə həqiqət olur. Bu, nasist Yosef Goebbelsin irəli sürdüyü təbliğat qanunudur. Onların İranın nüvə proqramı və ballistik raketləri, eləcə də yanvar ixtişaşları zamanı ölənlərin sayına bağlı iddia etdikləri hər şey sadəcə böyük yalanların təkrarıdır. Ekspertlərə görə isə Vaşinqtonun İran yaxınlığında qüvvələrini cəmləməsi Tehranı danışıqlarda razı salmağa hesablanıb. Əslində tərəflər maliyyə imkanlarını diqqətdə saxlayaraq toqquşmadan yayınırlar. Bunun nümunələrindən biri də ABŞ hərbi dəniz qüvvələrinin ən yeni aviadaşıyıcısında yaranan sanitariya problemləridir. Bu işin bence Mart'ın sonuna kadar bir çözümün getirilmesi olması gerekiyor. Hani savaşta savaş, barışta barış ve vesaire. Ama ben bir savaştan yana değilim. Ben bir savaşın olacağını ben öyle tahmin etmiyorum. Yani çok da hararetli, ateşli bir savaş olduğunu düşünmüyorum. Ama bir şey olursa da belki de bölgesel, küçük çapta sadece bir masaya arkadan takviye etmek amacıyla belki öyle bir şey olur. Dolayısıyla ben çok büyük bir savaş olacağını düşünmüyorum. Lakin müharibə başlayarsa İran əlindəki iki arsenal, dronlar və ballistik raketlərlə İsrailə, yaxın şərqdəki ABŞ bazalarına və hərbi gəmilərinə zərbələr endirə bilər. ABŞ-nin isə İrana cavabı blitz, yəni ildırım sürətli həyata keçiriləcək. Belə ki, əsas hədəflər İranın nüvə və raket obyektləri olacaq. Həmin obyektlərin də bir çoxu paytaxt Tehranın yaxınlığında yerləşir. Amerika və İsrail isə düşünürəm, ötən müharibədə olduğu kimi yalnız uranı zənginləşdirən mərkəzlərlə kifayətlənməyəcəklər zərbələrində. Həm İslam Keşikçilər Korpusuna məxsus hərbi məntəqələrə zərbələr endirəcəklər. Həm də mümkündür ki, İranın neft-qaz məntəqələrinə də zərbələr endirsin. Çünki bilirlər ki, İranın yeganə gəlir mənbəyi neft və qaz istismarı və belə deyək də Çinə satdığı neftdir. Əgər orada zərbələr endirərlərsə, bu İranın iqtisadi baxımdan çöküşünü sürətləndirəcək. İqtisadi tənəzzül isə ABŞ və İsrail üçün İranda etirazların alovlanması və indiki hakimiyyətin devrilməsi deməkdir. Lakin hərbi güc nümayişinə və təhdidlərə baxmayaraq, Vaşinqtonla Tehran qarşı durmaya getməkdə maraqlı deyil. Elə sərt bəyanatların fonunda əsas diqqət fevralın 26-sında İsveçrənin Cenevrə şəhərində keçiriləcək növbəti danışıqlara yönəlib. İranın Xarici İşlər Naziri Abbas Əraqçi deyib ki, qarşılıqlı maraqları nəzərə alan və ümumi məqsədlərə nail olmasını təmin edən misilsiz bir saziş bağlamaq üçün tarixi fürsətimiz var. Biz sübut etdik ki, suverenliyimizi cəsarətlə qorumaq üçün heç bir şeydən çəkinmirik. Eyni cəsarəti danışıqlar masasında da nümayiş etdiririk. Burada istənilən fikir ayrılığının dinc yolla həllinə çalışacağıq deyə Əraqçi qeyd edib.